səhv düzdür. Bayaqlar qeyd elədim ki, burada bizə oksidləşmə dərəcəsini dəyişən elementlər maraqlıdır. Baxaq görək soldan sağa getdikcə hansı elementlərdə oksidləşmə dərəcə dəyişir. Baxıram, məsələn, kalium müsbət 1, müsbət 1 deməli dəyişmir. Mangan müsbət 7, sağ tərəfə keçəndə müsbət 2 olubdur. Bir dənə mangan dəyişir. Müsbət 7-dən müsbət 2-yə keçir. Oksigenə baxıram mənfi 2, burada da mənfi, sağda da mənfi 2-dir, deməli dəyişmir. Hidrogen müsbət 1, sağda da müsbət 1-dir, dəyişmir. Klor mənfi 1-dir, sağ tərəfə keçəndə burada mənfi 1, burada mənfi 1, amma bəsit hala keçdikdə 0. Deməli, mənfi 1-dən 0-a keçdikdə oksidləşmə dərəcəsi dəyişikdir. Deməli, baxdım, gördüm ki, 2 dənə elementimin oksidləşmə dərəcəsi dəyişir. Manganın, bir də xlorun. İndi uşaqlar, həmin oksidləşmə dərəcəsini dəyişənlərdən elektron balansı düzəldirəm. Burada indi elektron balansı yazacağım. Ona elektron balansı deyirəm. Nə deməkdir? Balanslaşdırma sözü var, bərabərləşdirmə sözü var, budur. Əslində nəyin bərabərliyidir, bilirsinizmi? Uşaqlar, oksidləşmə, reduksiya reaksiyalarının çox mühüm bir qanunu var. Deyir ki, reduksiya edicinin verdiyi elektronların sayı oksidləşdiricinin aldığı elektronların sayına bərabər olur. Bilirsiniz bu nə deməkdir? Bir reaksiyada, yəni bir oksidləşmə reduksiya reaksiyasında görürsünüz, oksidləşmə dərəcəsini dəyişən 2 dənə hissəcik oldu. Bunlardan biri elektron verir, digəri onun verdiyi elektronları alır. Demək, burada eyni elektronlardan söhbət gedir. Məsələn, xlor neçə dənə elektron versə, mangan bir o qədər dənə elektron alır. Çünki nə xlor verdiyi elektronlar havaya uçurtmur, getmir, nə mangan haradasa havadan elektron alır. Burada konkret bir reaksiyanın içində 2 dənə hissəcikdir. Biri elektron verir, digəri alır. Elektron verənə reduksiya edici deyirlər, elektron alana oksidləşdirici deyirlər. Ona görə də bir reaksiyada reduksiya edici neçə elektron verirsə, oksidləşdirici bir o qədər elektron alar. Şimdi gəlin onu elektron balansına qoyaq. Elektron balansına qoyduq. Balans dediyim belə quruluşalar. Mangan müsbət 7-dən keçibdir mangan müsbət 2-yə. Xlor isə mənfi 1-dən keçibdir xlor. İndi bura gələndə dəyişməyib, bax, 0-a gələndə dəyişib. Xlor 0-a. Bəsit maddənin indeksindəki rəqəmi də yazırlar, amma bu birisilərin mürəkkəb maddənin içindəkilərin indeksini yazmırlar. Uşaqlar, mangan müsbət 7-dən müsbət 2-yə keçdikdə, baxaq görə indi nə edib? Elektron veribmi, yoxsa alıbmı? Deməli, uşaqlar, onu necə fikirləşdir? Məsələn, necə fikirləşdin 5 elektron alıb? Məsələn, necə düşünürsün? Müsbət 7 üstə gəl x bərabər. Müsbət 7 olmaq, deyirsən 7 elektron itilmiş vəziyyətdir. Müsbət çoxdursa deməli 5-ni alır. Razıyam uşaqlar, verdiyiniz zatlar düzdür. Yəni, müsbət 7 olmaq o deməkdir ki, 7 dən elektron itirmiş idi. Müsbət 2 elektron olanda 2 elektron vermiş idi. Deməli, 7-dən 2 vəziyyətə gələndə gələk 5-ni geri alsın. Uşaqlar, düzgün düşüncədir. Amma daha sadə düşünə də bilirik. Çox mexaniki, konkret, riyazi bir bunun tapılma üslubu var. Sadəcə soldakı yükdən sağdakı yükü çıxırıq. Nə qalır, gətirib burada yazırıq. Soldakı yükümüz nədir? Müsbət 7. Sağdakı yükümüz müsbət 2. Müsbət 7 çıxaq 2, bərabər müsbət 5 qalır. Bax, bunu elə belə müsbətinlə bir yerdə bura yazırıq. Müsbət 5 elektron. İndi bura baxın. Müsbət 5 ki yazmışam, bunu da E başında mənfi qoyurlar. El yazmırlar, E mənfi belə qoyurlar. Uşaqlar, buradakı ifadəyi artıq oxun üstə yazılana müsbət deməklə razılaşmıram. Üstə gələk 5 elektron kimi baxın, üstə gələk. Niyə üstə gələk deyirik? Çünki alı baxır. Bax, məsələn, deyirəm ki, getdim, kitab aldım. Mən kitablarımın üstünə kitab gətirdim, yoxsa kitablarımın üstünə kitab verdim, üstünə gətirdim. Demək, alıramsa bunu, üstə gələklə işarələyəcəm də. Onda deyirəm ki, mangan müsbət 7, 5 elektron aldı, nəyə çevrildi? Müsbət 2-yə çevrildi. Burada da həmən qaydanı həyata keçiririk. Xlor mənfi 1-dən 0-a gəlib. Yenə soldakı yükdən sağdakı yükü çıxırıq. Deyirəm ki, mənfi 1 çıxaq 0.
bərabərdir, -1 qalır. İşarəsi ilə bircə gətirib yazıram, bura çıxaq 1 elektron. Ay uşaqlar, bu elektron başına mənfi işarəsi qoymuşam. Ay uşaqlar, amma bu bəsit maddənin indeksini nəzərə alıram. Deyirəm ki, diqqətli olun. Deyirəm ki, bir dənə xlor, bir dənə elektron veribdir. Amma indeksində 2 var, yəni 2 dənə xlor var. 2 xlor olduqda isə 2 elektron verər. 2 xlor, 2 elektron verər, xlor 2-yə çevrilər. İndi uşaqlar, bayaqlar bir fikir izah etdim axı. Dedim ki, reduks edicinin verdiyi elektronun sayı ilə oksidləşdiricinin aldığı elektron sayı bərabər olmalıdır. Amma burada görürsünüz, bərabər deyil. Bəs biz bu bərabərliyi necə təmin edirik? Uşaqlar, bunun elektronunu buna əmsal veririk, bunun elektronunu buna əmsal veririk. Çal çarpaz. 2-ni bura yazırıq, 5-i bura yazırıq. Deyirik ki, 2, 5. Bu yazının məntiqi mənası nədir? Deyirəm ki, 2 dəfə 5, 10 elektron. Deyirəm ki, elektron alan 10 elektron alıbdır. 5 dəfə 2, 10 elektron. Elektron verən 10 elektron verilibdir. Başa düşdünüz? Demək görürsünüz, 10, 10. Alınan elektron da 10 dənə oldu, verilən elektron da 10 dənə oldu. Baxın, buna görə də buna gələn elektron balansı. Balans dedikdə deməli nəyin bərabərləşdirilməsindən söhbət gedir? Alınan və verilən elektronları bərabərləşdirmiş olur. Demək, bu reaksiyada ümumilikdə 10 elektron alınıb verilir.